Norveçdə fəaliyyət göstərən HoloCare startapı cərrahiyyədə yeni mərhələ açan texnologiya təqdim edib. Şirkətin hazırladığı süni intellekt əsaslı sistem MRT və KT görüntülərini 10 dəqiqəyə 3 ölçülü orqan modelinə çevirir. Cərrahlar bu modeli virtual reallıq eynəkləri ilə araşdıra, orqanı böyüdə, döndərə və virtual alətlərlə kəsərək əməliyyatı əvvəlcədən planlaşdıra bilərlər. Mütəxəssislər bildirirlər ki, bu üsul həkimlərin eyni görüntünü müxtəlif cür şərh etməsinin qarşısını alır və komanda daxilində vahid qərar qəbulunu asanlaşdırır. HoloCare-ın rəhbərliyi artıq bir neçə real əməliyyatda nəticələrin dəyişdiyini deyir. Bu üsulla cərrahi müdaxilə üçün yararsız hesab edilən bir xəstənin vəziyyəti 3D modelləşdirmədən sonra yenidən qiymətləndirilib və uğurlu əməliyyat mümkün olub. Texnologiya hazırda qaraciyər əməliyyatlarında təsdiqlənib və Norveç, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadakı xəstəxanalarda tətbiq edilib. Şirkət növbəti mərhələdə əməliyyat zamanı holoqramın birbaşa xəstənin bədəninə proyeksiya edildiyi real vaxtı bələdçi sistem üzərində çalışır.